Yuxu Zamanı kanalına xoş gəlmisiniz. Bu gecə sizinlə birlikdə 1980-ci illərdə Azərbaycanda bir qış gününə səyahət edirik. Gözlərini yum, təsəvvür et. 1985-ci ilin yanvar ayıdır. Bakının kənar məhəlləsindən birində, Gəncədə, Şəkidə və ya Naxçıvanda fərqi yoxdur. Çöldə qar ya dünən gecədən yağıb, ya da indicə başlayıb. Pəncərənin şüşəsi naxışlıdır. Çünki gecə şaxta vurub. Bu, 80-ci illərdə Azərbaycanda bir qış günüdür. Nə telefon var, nə internet. Xəbəri ancaq Mayak radiosu və axşam zaman verəcək. Gəl bugünü səhərin ilk işığından axşamın son lampasına kimi birlikdə yaşayaq. Ev hələ qaranlıqdır. Divardakı mexaniki saatın tık-tık səsi otaqda əks səda verir. Nənə artıq oyaqdır. Mətbəxdən neft sobasının xışıltısı gəlir. 80-ci illərdə çox evdə hələ də qaz peçi yox idi. Ya da qaz zəif gəlirdi. Ona görə neft sobası, kerosinka əsas istilik idi. Əvvəlcə soba yandırılır, kibrit çəkilir, fitilin od alması gözlənilir. Sonra göy alov yavaş-yavaş otağı isidir. Pəncərədən çölə baxırsan, həyət ağappaqdır. Qonşu damlardan tüstü qalxır. Küçədə ilk səslər eşidilir. Çörək maşını gəlib, südlə dolu bidonları gətirən kişinin səsi "Süd alan var?" deyə bağırır. Əl-üz yumaq üçün krandan buz kimi su axır. İsti su hər evdə yoxdur. Qalın yun corab, sviter geyinilir. Məktəbli çantası axşamdan hazırlanıb. İçində ana dili, riyaziyyat kitabları, qələmdan və bir də nənənin bükdüyü kalbasa çörək. Mətbəxdə hamı sobanın başına yığışır. Süfrədə sadə nemətlər. Təndir çörəyi, pendir, kərə yağı, artik və ya slavyanka peçenyesi, armudu stəkanda tünd dəmlənmiş çay. Çaynik sobanın üstündə fısıldayır. Radyo açılır. Danışır Bakı dalğasında əvvəlcə himn, sonra xəbərlər. Ata qəzet oxuyur. Kommunist və ya Bakinski Raboti. İşə getməyə hazırlaşır. O vaxt çox adam 8-də işdə olmalı idi. Zavod, fabrik, idarə, hamı avtobus gözləyir. İkarus avtobusları ağzına kimi dolu olur. Pəncərələr buxar bağlayıb. İçəridə adamlar bir-birinə qısılaraq isinir.
Uşaqlar üçün məktəb 8:30-da başlayır. Qar dizə çıxsa da dərslər ləğv olunmur. Qalın palto, papaq, əlcək, boğaza dolanan şərf. Məktəbə qədər yol uzanır. Amma qarda oynamaq, bir-birinə qar atmaq o yolu qısaldır. Məktəbdə siniflər sərindir. Mərkəzi istilik zəif işləyir. Ona görə şagirdlər paltoda oturur. Lövhədə təbaşirlə yazılmış 31 yanvar sinif işi yazısı. Müəllim stolunun üstündə qrafin və stəkan. Tənəffüsdə bufetə qaçırsan. 10 qəpiyə bulka, 5 qəpiyə kompot. Evdə qalan nənələr və qadınlar üçünsə gün başqa cür keçir. Səhər yeməyindən sonra həyət süpürülür. Qar kürəklə bir qırağa yığılır. Sonra qonşu ilə çəpərin üstündən söhbət. Ay arvad, gecə işıq sönmüşdü sizdə. Çünki 80-ci illərdə işığın sönməsi adi hal idi. Mağazaya növbə vaxtıdır. Universal mağazada ət gəlib deyirlər. Əlində torba, talon olmasa da növbəyə durursan. Bəlkə bugün sosiska atarlar. Növbədə dayanmaq həyatın bir parçasıdır. Söhbət edə-edə bir saat keçir. Uşaqlar üçün ən böyük sevinc marojni tapmaqdır. Qışda da satılırdı. Plan 1 kağızına bükülü. İşçilər işdədir. Zavodda növbə sistemi. Nahar fasiləsində stoloviyada boş, kotlet, kompot. Hamısı da 60-70 qəpiyə. Radio zavodda da səslənir. Uşaqlar məktəbdən qayıdır. Üst-baş qarlı, yanaqlar qıpqırmızı. Çantanı atıb sobanın yanına qaçırlar. Ana artıq kartoşka qızartması edib ya da düyü sıyığı bişirib. Televizor hələ açılmır. Çünki gündüz proqram azdır. Bu saatlar evin ən sakit vaxtıdır. Nənə corab toxuyur. Radioda muğam saatı başlayır. Xan Şuski, Şövkət Ələkbərova divardakı xalçanın naxışlarına baxa-baxa xəyal qurursan. Çöldə qar yenə başlayır. Pəncərəni döyən qar dənəcikləri layla kimi səslənir. Atanın işdən gəlməsinə hələ var. O vaxt işdən tez çıxmaq olmurdu. Saat 6-ya kimi iş. Bəzən iclas da olurdu. 7-yə qalırdı. Uşaqlar dərslərini edir. İşıq zəif yanır. Gözünü qıymamaq üçün dəftərə yaxın əyilirsən. Pozuntu yazsan, müəllim də anlayacaq. Qələmin mürəkkəbi donmasın deyə tez-tez üfürürsən. Hava qaralır. 80-ci illərdə qışda saat 5 tamamda artıq zülmətdir. Küçə lampaları bir yanır, bir yanmır. Evlərin pəncərəsindən sarı işıq süzülür. Bu saatda məhəllə canlanır.
işdən qayıdanların addım səsləri, avtobus dayanacağından gələn səs-küy. Da evə gəlir. Əlində portfel, qəzetə bükülü çörək. Bəlkə də tort, nağıl tapıbsa o gün bayramdır. Üstünü dəyişir, əl-üzünü yuyur, keçir sobanın başına. Mətbəxdə axşam yeməyi hazırlanır. Qışın əsas yeməkləri turşu, kələm dolması, bozbaş, ərişdə. Mətbəxdən gələn qoxu evi bürüyür. Qonşudan bir soğan ver deyə istəmək ayıb deyil. Əksinə, qonşuluq əlamətidir. Uşaqlar sonuncu dəfə çölə qaçır. Qarda sürüşmək, xizək sürmək üçün 30 dəqiqə vaxtları var. Qaranlıqda, ay işığında qarın xışıltısı. Elə bir səssizlik var ki, qonşu məhəllədəki itin hürməyi belə eşidilir. Nəhayət, bütün ailə yığışır. Süfrə yerə salınır, ya da balaca stolda açılır. Televizor, rekord və ya Xəzər markalı üstünə ağ krujova salınıb. Saat 20:30-da Zaman informasiya proqramı başlayır. Sonra xəbərlər bitir, kino başlayır. Hind kinosu olanda bütün məhəllə baxır. Bobbi, kəllə ovçuları ya da SSR idmançılarının qələbəsi haqda sənədli film. Uşaqlar üçün bu dilləqə cizgi filmi olarsa, keyfə baxmaz. Çay yenidən dəmlənir. Bu dəfə yanında mürəbbə, heyva, zoğal, çiyələk. Nənə keçmişdən danışır. Bizim vaxtımızda deyə sözə başlayır. Sobanın istisi, çayın buğusu, televizorun işığı. Evin içi tamam başqa dünyadır. Çöldə şaxta, içəridə isə rahatlıq. Bəzən işıq sönür. Onda şam yandırılır ya da neft lampası çıxarılır. Qaranlıqda kölgələr oynayır. Bu da bir əyləncədir. Uşaqlar lampanın işığında barmaqları ilə divarda dovşan düzəldirlər. Ata cib radiosu ilə azadlıq dalğasını tutmağa çalışır. Xışıltı içində xəbər axtarır. Saat 10-u keçib. Televizorda proqram bitir. Ekran qarışqa olur. Sonra da himn səslənir və yayın bağlanır. Bu, yatmaq vaxtıdır. Yataq buz kimidir. Əvvəlcə qrelka qoyulur. İçi isti su dolu rezin torba. Ya da kərpic qızdırılıb dəsmala bükülür və yorğanın altına qoyulur. Yorğanlar ağır, pambıq yorğanlardır. Üstünə bir də nənənin toxuduğu şal atılır. İşıq söndürülür. Evin içi yenə sobanın xışıltısına qalır. Bayırda külək ulayır,
pəncərəni döyür. Amma sən istisən, toxsan və evindəsən. Yavaş-yavaş gözlərin yumulur. Sabah yenə məktəb, iş, növbə, çay, qar. Amma indi yuxu vaxtıdır. Gecən xeyrə qalsın. 1985-ci ilin qış gecəsində yatan uşaq. Bugün 2026-cı ildir. O neft sobasının, İkarusun, növbələrin çoxu artıq yoxdur. Amma o qış axşamlarının sakitliyi, ailənin soba başına yığışmağı, qar yağanda pəncərədən baxmaq yaddaşlarda qalır. Əgər bu hekayə sənə uşaqlığını xatırlatdısa, şərhə yaz. Sənin 80-ci illərdə bir qış günün necə keçirdi? Gecən xeyrə qalsın.